Niyyət həmçinin adətləri ibadətlərdən ayırır. Qüsül sərinlənmək və ya təmizlənmək məqsədi ilə ola bilər, düzdürmü? İşdən gəlmisən, yorğun, isti havadır, tərləmisən, sərinlənmək niyyəti ilə, təmizlənmək niyyəti ilə yunursan, qüsül alırsan. Həmçinin ibadət məqsədi ilə ola bilər. İkisini bir-birindən ayıran şey nədir? Yalnız və yalnız niyyət. Həmçinin niyyət iki ibadəti bir-birindən ayıran yeganə əlamətdir. Bir kəs qüsül alır. Müstəhəb olan cümə qüsülü və ya fərz olan cənabət qüsülü. Nə ilə ayrılır bir-birindən? Niyyət ilə. Bir kəsin boynunda cənabət qüsülü var. Cümə qüsülünü niyyət edə bilərmi? Xeyr. Etsə nədir? İbadətləri batildir. Bu, Şeyx Həzminin və digər bir əhl-i sünnətdən bir qrupun görüşüdür. Yəni, əks görüş də var, gələcək inşallah. Yəni, bir kəs sünnət olan ibadəti niyyət edir, cümə qüslünü məsələn niyyət edir. Boynunda həmçinin fərz qüslü var. Bu zaman nədir? Bu ibadəti, bu qüslü nədir? Batildir. Niyyət həmçinin fərz olan iki ibadəti bir-birindən ayırır. Bir kəs səfərdə namaz qılır, zöhrlə əsli birləşdirib qılır. Eyni vaxt, eyni namaz. Nə ilə bir-birindən ayrılır? Yeganə niyyət ilə. Bəs ikisini bir yerdə niyyət etmək olarmı? Yəni, qüsül alırsan. Həm təmizlənməyi, həm də ibadəti niyyət edirsən. İkisini bir yerdə niyyət edərək qüsül almaq olarmı? Kim deyər? Cavab, bəli, olar. Dəlil nədir? Dəlil olaraq deyirlər ki, Allah Əzzə və Cəllə Bəqərə surəsi 198-ci ayda buyurdu ki, Leysə aleykum cünahun ən təbtəğu fədlən min rabbikum. Rəbbinizin fəzlindən istəməyiniz, Rəbbinizin fəzlindən qazanmağınız, qazanc əldə etməyiniz, istəməyinizdə sizə bir günah yoxdur. Yəni, bir kəsin əsas qəsdi həcc etməkdir. Bu, həcc haqqında nazil olmuş bir ayədir. Bir kəsin əsas qəsdi həcc etməkdir. Həmçinin o ticarət etməyi və ya Məkkəni görməyi, Uhud dağını görməyi qəsd edir. Bu caizdirmi? Bəli, caizdir. Və bu ayəni də digər ibadətlərə qiyas edərək deyirlər ki, bir kəs eyni ilə həm adət olaraq, həm də ibadət olaraq iki niyyəti bir yerdə edə bilər. Sonra Şeyx Həzm Hafizahullah arxasınca buyurur ki, və fil İqna kitabında buyuruldu ki, və zəkərə Şeyxülislam, Şeyxülislam İbn Teymiyyə rahimehullah zikr etdi ki, ennət tələffəsə bihə bid'atun. Dil ilə niyyəti tələffüz etmək bidətdir. Ləm yef'alhu Rasulullah sallallahu aleyhi və səlləm və la əshabuhu və ləm yanqul muslimun anhu və la an əshabihi anhu tələffəsə qabləl vudu'i və la qeyri minəl ibadəti bil ləfsil niyyət. Bunu nə Rasulullah sallallahu aleyhi və səlləm etmədi, nə də Allah Resulü sallallahu aleyhi və səlləmin sahabələri bunu etmədi. Dil ilə tələffüz etmədi. Nə bir müsəlmandan, nə də onun əshabından bu haqda heç bir nəqil, istər dəstəmazdan əvvəl, istər digər ibadətlərdən əvvəl niyyəti dil ilə tələffüz etmək belə bir nəqil gəlməyib. Lə sirran və lə cəhran, nə açıq olaraq, nə də gizli olaraq, yəni nə ucadan deyərək niyyət etmək, nə də pıçıltı ilə demək nədir? Belə bir nəqil gəlməyib. Və lə əmrə bizəlikə, və lə umirə bizəlikə, bu şəkildə belə bir əmr yoxdur. Fələmmə ləm yənqulhu əhədun alimə qət'ən ənəhu ləm yəkun. Əgər bilindisə ki, fələmmə ulimə, və əgər bilindisə ki, belə bir şey yoxdur, demək bunu etmək olmaz. Və heyneyzun fətərəkət tələffüz bihə huvə sünnətun. Və eyni ilə, dil ilə tələffüzü tərk etmək bu özü sünnətdir. Və qalə ittəfəqə ə'immət ənəhu lə yəşə cəhran bihə. وأنه لم يستحبها أحد من أئمة الأربعة ولا غيرهم إنما استحبه بعد المتأخرين من أصحاب الشافعي وغيره. Dört məzhəb alimlər həmçinin dörd məzhəb ittifaq edib ki, bu şəriət deyil. Şəriətdə belə bir şey yoxdur. Və bu haqda bunu dörd məzhəbdən bunu müstəhəb görən heç bir kəs olmayıb. Bu əməli dillə tələffüz etməyi müstəhəb görən heç kəs olmayıb.
Yalnız bəzi mütəaxir şafilər və başqaları bunu müstəhəb görüblər. Ancaq icma ilə nədir? Bu bidətdir. Və qalə İbn Qayyim rahimehullah, İbn Qayyim rahimehullah buyurur ki: "Və nəqulu biz deyirik ki, həzə ləm yunqal anhu sallallahu əleyhi və səlləm." Bu Allah Resulü sallallahu əleyhi və səlləmdən nəql olunmayıb belə bir şey. La huve və la ahadun min ashabihi. Nə ondan nə də onun sahabəsindən, bir sahabəsindən belə bir şey nəql olunmayıb. Və lem yurva anhum fi zalika harfun vahidun bis sened sahih və la daif. Bu haqda nə bir səhih, nə də zəif sənədlə heç bir hərf belə rivayet olunmayıb. Bir hərf belə bu haqda rivayet gəlməyib. İzə nəqulu et-tələffüz biha bid'atun. Və buna görə biz deyirik ki, bu bidətdir. Tələffüz, dillə tələffüz etmək bidətdir. Bu dəstəmazın səhih olması üçün şərtlərdən biridir. Həmçinin dəstəmaz, qüsül və ya digər ibadətlər üçün İslam, əql və təmyiz şərtdir. Bu 4 şərt bütün ibadətlərin sihhət şərtidir. Niyyət, İslam, əql və təmyiz. İslam, əql, təmyiz və niyyət nədir? Dedi ki, 4 şərt bütün ibadətlərdə şərtdir.